Değerli izleyiciler, salam diləmər birinizi. Bir müddət öncə biz Kiçikdəyinə kəndində bir neçə əhali üçün təhlükə törədən nəhəng bir ağac barədə verilişdə vermişdik, nəzərinə çatdırmışdıq Fövqəladə Hallar Nazirliyinin və əlaqədar təşkilatların, qurumların. Son dövrlər daha bir təhlükəli vəziyyətə gəlib çıxması ilə bağlı müraciət olundu. Biz özümüz də həm kanal rəhbəri kimi, həm kənd əhalisi kimi müraciət elədik. Bildirdi ki, kənd bələdiyyə sədri Əvdə müəllim də bildirdi ki, bəli, biz də marağındayıq, lazımi orqanlara məlumat veririk. Çalışırıq ki, bu təhlükə tezliklə aradan qaldırılsın. Hətta bir neçə gün əvvəl Şəki Şəhər İcra Hakimiyyəti Ərazi İdarə Etmə Şöbəsinin müdürü də bura gələrkən bura baxış keçirilib. İndi kim nə dərəcədə bu işə dayaq olub, kömək olub, bu işi sürətləndirib, biz onu bilmirik. Təkcə onu deyə bilərik ki, hər hansı bir təhlükənin aradan qaldırılması, gələcəkdə fəsadlar törətmə imkanlarının məhdudlaşdırılması fərəhli yaxşı haldır. Mən istəyərdim ki, istənilən yerdə hansısa bir təhlükə olan halda əhali də, kənd rəhbərliyi də lazımi addımları atsınlar. Necə ki, bu yaxın ərazidə yaşayan ailələr rahat yata biləcək gecə evlərində, istirahətini qura biləcək, həm yoldan keçən, istənilən vaxtı bir daha təkrarlayıram ki, təhlükə mənbəyidir. Bu təhlükə mənbəyi aradan qaldırıldı. Sağ olsunlar bu işi görənlər, təşkilatçılar və icra eləyənlər.